JZ funksiyasından. Amma modul. Neysə, bu da moduldur. Baxın, yəni köklərinin sayı bu tərzdə tapılır. İki dənə funksiyada modulu böyük olan, modulca böyük olan, onu adlandırırsınız FZ-lə. Modulca kiçik olanları da JZ-lə adlandırırsınız. Baxın, burada modulca Z üstü 10, modulumuzun qiyməti nədir? Kiçikdir 1-dir. Yəni bunu 1-ə bərabər də hesablaya bilərsiniz. Kiçik 1 də götürə bilərsiniz. Eyni şeydir, məntiqini tutmanız üçün bərabər 1 kimi hesablayın. Z üstü 10, onsuz 1-dir. Yəni bu dəyişmir. -4 Z üstü 5-in modulu amma Z üstü 5-in, 1-dən kiçik olur, amma -4-ə vuranda modulla bir yerdə 4 alınır. Gördünüz, modulca böyük oldu Z üstü 10-dan. Z-in kubu yenə 1-dən kiçikdir. +1 də ki, zaten dəyişəndir. Gördünüz, həqiqətən bu ifadədə -4 Z üstü 5 digərlərindən böyük oldu. Deməli, o nə olur? FZ funksiyası olur. Ona görə biz FZ-i -4 Z üstü 5 adlandırırıq. JZ isə digər hissələrdir. Yəni, Z üstü 10 plus Z kubu plus 1. İndi, baxın, burada da yazmışam. Modul Z bərabərdir 1 çevrəsi üzərində. FZ -4 Z üstü 5 bərabərdir 4-ə. JZ isə 3-ə bərabər. İndi nəyi yoxlayırsınız? Rüşvet teoremində köklərin sayını tapmaqdan ötəri həqiqətən FZ JZ-dən böyük olduğunu yoxlamaq lazımdır. Mən Z-də 1 qoyanda görürəm bu 4-dür. Z-də 1 qoyanda görürəm ki, bunun cəmi 3-dür. Həqiqətən FZ JZ-dən böyük olduğuna görə Rüşvet teoremi doğru olur. Doğru olduğundan da bu tənliyin kökləri 5-ə bərabər olur. 5-ə də niyə bərabər olur? Biz modul Z ilə işləyirik burada. Modul Z-vizin qüvvəti nədirsə, sizin köklərinizin sayı o qədərdir. Aydındır? Mən 5-i hardan aldıq başa düşmədim. Rüşvet teoremində köklərin sayı modul Z-in sayına bərabərdir. Belə deyim, qüvvət sayına bərabərdir. Yəni burada önəmli faktorumuz modul Z-vizdir. Buradakı modul Z-iniz 5 dənədir, qüvvəti 5 dənədir. Ona görə sizin kökünüzün sayı da 5 dənə olacaq. Aydındır? Biz burada rüşvet teoremini tətbiq etmişik. Bir FZ funksiyası, bir JZ funksiyası götürmüşük. FZ funksiyası modulca ən böyük olandır. JZ funksiyası isə yerdə qalanlardır. Bir dənə FZ-in olmalıdır, bircə dənə ən böyüyü. Hansıdırsa odur. FZ ən böyük. Bizim hər yer, nə? Bizim hər yerimiz hardadır? Keçindim. Burada modulca ən böyük olanını FZ adlandırırsan. Yerdə qalanları JZ adlandırırsan. Bu sənin ilk hissən idi. İndi isə yoxlayırsan ki, FZ-in həqiqətən modulunun qiyməti JZ-in modulunun qiymətindən böyükdür ya deyil. Ruşeni tətbiq edə bilməyin üçün, kökünün sayını tapmağın üçün bu lazımdır sənə. Görsən ki, həqiqətən də FZ JZ-dən böyükdür. Bax, yoxlayırsan modul Z bərabərdir 1 çevrəsi üzərində. 1 qoyursan yerinə olur 4, 1 qoyursan yerinə olur 3. FZ JZ-dən böyük olur. Onda vəsə bu tənliyin kökü FZ-in sayına bərabər olur. Köklərinin sayına. O da modul Z-in qüvvətindən asılıdır. Qüvvəti 5-dir deyə 5 dənə kökü var. 4 olsaydı 4 dənə olacaqdı. 3 olsaydı 3 dənə. Yəni həll budur sadəcə. Onda kökün olmayacaqdı. Amma bir dənə bu tipdə misal 60-dadır. Yəni bilin ki, burada 5 dənə kökləri var. Bəli. Daha sonra gəlirik 63-ə. 63 Deyirsən, bir dənə sual. Eşin, sən neynədir, səs gəldi? gəlmədi. Eşin oldu. Allah xoşbəxt olsun. 59 asandır. 60-ın izahını verdim, 62-ni verdim.
O məndə də Eybi yox. elə düşür. Keçdim 63-ə. 63 indiyənə kimi işlədiyimiz misal tiplərindədir. İntegral gördünüzsə cavabınız 2pi reslə hesablayacaqsınız. Amma mənim ekranım bulanıqdır hə. Aha. Deməli, deməli inteqralın məxrəcinə baxırsınız. Məxrəcinizdə z kvadrat minus 1 olduğu üçün bu z minus 1 z plus 1 şəklindədir. Bax, Elgün, burada z minus 1, z plus 1-in sıfırları birində 1-dir, birində -1-dir. Amma inteqralın sənin dəyişir -2, 2 aralığında. Çünki modul z adi moduldur. -2 ilə 2 aralığındadır. -1 ilə 1-in özü -2 ilə 2 aralığının daxilində yerləşdiyi üçün bu inteqralın 2 dənə polüsü var. 2 dənə polüsü inteqralı hesablayanda artıq 2pi-ni vurursunuz bir dəfə 1 olan polüsuna, bir dəfə də -1 olan polüsuna və bunların cəmi şəklində hesablayırsınız. Bu hissə məncə aydındır. Ay sağ ol. 64 də eyni. Baxırsınız modul z-iniz nədir? -1 ilə 1 aralığıdır. Bunların kök sıfırları nədir? 0-dır. 3-dür, -4-dür. Hansı daxilindədirsə o şəkildə hesablayırsınız. 65 bayaqki diferensiallanma yenə fz bərabər z kvadrat. Birinci z-in açılışı x plus y-nizi yazırsınız. Sonra kvadrata yüksəldirsiniz. Bu tapdınız bunu. İndi Koşirimanı tətbiq eləyirsiniz. du dx-ə görə bunun törəməsi olur 2x. du dy birinci baxın. Önəmli olan bu diferensiallanmada. Siz fz-in iki dəyişənli funksiyanın cəmi şəklində olan yazılışını bilməlisiniz. Yəni fz bərabər ux, y üstəgəl iv x, y. Yəni Koşirimanı tətbiq eləyəndə birinci siz bu hissəni bilməlisiniz. X, y onun həqiqi hissəsi, iv x, y onun xəyali hissəsidir. X, y real fz-viz, həqiqi hissəviz hansıdır? X kvadratı çıxılsın y kvadratıdır. Xəyali hissəniz hansıdır? 2x, y-dir. Yəni bu hissədir. Ondan sonra Koşirimanı yazırsınız. Deməli, həqiqi hissəvizin x-ə görə törəməsi olur 2x, həqiqi hissənizin y-ə görə törəməsi olur -2y, daha sonra xəyali hissənizin x-ə görə törəməsi 2y, y-ə görə törəməsi 2x. Buradan baxırıq ki, həqiqətən də Koşiriman ödənir. Onda deməli bu funksiya həqiqətən kompleks müstəvidə diferensiallanandır. Məncə asan. Sualınız varsa deyin. Uş. Daha sonra 66. 66-da uşaqlar. Birinci, baxın, sizə belə bir integral verilib. Bu integralı hesablayın. Burada seyr müsbət çevrəsidir. Bu integralı hesablamaqdan ötəri birinci bilməlisiniz ki, bu z minus a seyir çevrəsinin bir mərkəzi var, bir də radiusu var da. Mərkəzi olan və radiusu olan çevrənin parametrik tənliyini bilməlisiniz. Yəni z minus a, ry, if. Ry üstü if kompleks ədədin üslü şəklində göstərilişidir. Bunu bilirik də. Buradan z-i tapırıq ki, z bərabərdir nəyə? A üstə gəlsin ry if-yə. Fi-də 0-dan 2pi-yə qədər dəyişir də. Çevrənin dərəcələri nə qədərdir? 360 dərəcədir də. Bu da aralıqda dəyişir. İndi inteqralımızın yazılışı, yəni bilirik də fx dx-dir. Düzdür? Bizim elə bil ki, funksiyamız var, bunun dx-i yoxdur. Ona görə burada dz-i əlavə eləyir. dz-i əlavə eləyəndə törəməsini tapır. Y üstü if-nin. Bunun törəməsi olur burada bu bucaqdır da, bucağa dəymirik. Ədəd əvvələ keçir, ry if df olur. Aydındır bura? Sonra da inteqrallayırıq. İnteqrallayanda r üstü n y i n fi vurulsun.
y üstü i-fi. Burdan n-lər elə bil ki, n+1 və i ədədlərdir deyə keçir əvvələ, inteqralın əvvəlinə. Burada əsas dəyişənimiz y üstü i n+1 fi olur. Bunun da qiyməti 0-2 pi aralığında n-in qiymətinə asılı olaraq dəyişir. N-iniz -1 olanda 2 pi i olur. Fərqli -1 olanda da 0 olur. Yerinə qoyub baxanda həqiqətən görürsünüz ki, elədir. Məsələn, -1-i qoyun, bu 0 eləyir. i-ni 0-a vuranda y üstü 1 eləyir. İnteqralını da hesablayanda həqiqətən 2 pi i qalır. Burada da -1-i qoyanda y üstü 0 eləyir. Bu gedir, qalır 2 pi i. Sonra -1-dən fərqli olanda cavabınız 0-a çevrilir. Aydındır. Biraz əzbərdir bu da. Sualınız varsa verin. Yoxdursa davam eləyirəm. Okay. 67 məncə modul və arqumentin tapılmasıdır. İzahını verdim. Eynən. Bu çox rahatdır. Məncə izaha gərək yoxdur. Yəni baxın yenə də 1 - i üstü 2026 i üstü 4-ə gətirirsiniz. Ondan sonra hesablanmasını aparırsınız. Yəni bunun izahı ehtiyac olduğunu düşünmürəm. Sonra 69 yenə baxın dediyim kimi. Görürəm res var, sinus var. Məxrəcə birbaşa baxıram. Məxrəcim təkdirsə birbaşa Taylor sırası. Taylor sırasını tətbiq eləyirəm, bölürəm. Loran sırasının əmsalına görə 1/z-i axtarıram. 1/z var. Baxıram, yoxdur. Yox, var imiş. Gözləyin, hardadır? Birincidə elə 1/s deyil. Hə də. O da eləyir nə? 1. Doğrudur. Bu 1-dir. Daha sonra getmişə baxıram. Modul və arqumentini tapıram. Adi hesablamadır. 72-də yenə baxırsınız. Res var, bu var. Deməli, res görünüm limit düsturudur. Limitlə olanı hesablamalıyam. Baxıram məxrəcinə 2 qat poliusdur, daxildir, daxil deyil. Ona görə hesablamasını aparıram. 73 düşmür. 74 adidir. Bir adın yadımdan çıxır. Bu işqat polius olduğun biz qüvvətinə görə bilirik. Bəli, Orada məsələn 2-nin yerində 3 olsa 3 qat polius sayılır da bu şey. bəli. Hə, fişə. 2 qat poliusda da 2 qat törəmə falan. Ay yox, bir adın tuturam, prosta dəqiqləşdirmə soruşdum da yenə də. Bəli. Daha sonra 75 trigonometrik funksiyadır. Bu çox rahatdır. Mənfi sonsuzluq, müsbət sonsuzluq şəklində çoxrabitəli inteqralların hesablanmasında sizin üçün ən önəmli bilməli olduğunuz 2 şey var. X-ləri Z-lərlə əvəz eləyirsiniz. Z-lərlə əvəz eləyəndən sonra məxrəcinizdə baxın Z üstü 4 plus 10 Z kvadrat plus 9-u 2 dənə müxtəsər vurma düsturunun hasil şəklində göstərirsiniz. Z kvadrat üstə gəlsin 9, Z kvadrat üstə gəlsin 1. Həqiqətən bunu vurub açanda Z üstü 4 üstə gəlsin 10, Z kvadrat üstə gəl 9 alınır. Burada indi poliuslarını tapırsınız. Z kvadrat üstə gəlsin 9-un poliusu 3 idi. Aydındır ki, Z kvadrat plus 1-in də poliusu idi. Yəni aydındır da 3-nin kvadratı eləyir 9, i kvadratı da -1-dir deyə -9 şəklində. Ona görə 3-ü yazırıq. Sonra burada da i olmasının səbəbi i kvadratı -1 şəklində. Sonra burada adi qaydada integral bayaqları 2 dənə polius olan inteqralların hesablanmasında 2 pi res bir dəfə i'sinin hesablayırsınız. Bir dəfə də 3 ilə olanı hesablayırsınız. Bu hissə yəni adi bayaqki hesablamalar kimidir. Aydındırmı, deyilmi? Bəli. Ümumiyyətlə, yəni burada bayaqlar heç mənfi sonsuzluq, müsbət sonsuzluq olmasın. Əsas məxrəcindəki o i, 3i, yəni 2 dənə poliusun varsa inteqralda bu şəkildə hesablamadır.
Yəni sənin əgər integral şəklində olan misallarında 2 dənə polüsün olursa, 2 dənə resin cəmi şəklində göstərsən. Bir dənə olsaydı, bunu bircə dənəsi ilə hesablayacaqdın. Sonra 78 bayaqlar desən izah elədim, ya eləmədimmi? Elədim məncə. Yox, eləmədim. Amma yəni bayaqlar bu tərzdə var idi. Desən z-2 + 2 var idi. Onun yəni eynisidir. Sadəcə burada 1 bölünsün z qaldı. Kosinus 1 bölü z-i Taylor sırası ilə açdınız. Açandan sonra da 1 bölünsün z-in əmsalına baxırsınız ki, -1-dir. Yazırsınız resini. Sonsuzluq olduğu üçün. Sonsuz nöqtəsində. Baxın. Aydındır? Bax 1 bölü z vurulsun. Kosinus z-in Taylor sırasını yazdın. Düzdür burada. Taylor sırası ilə yazdın. Mötərizəyə vurub açdın. Bax 1 bölü z-i vurdum 1-ə, 1 bölü z. Bunu vurdum buna. Elədi 1 bölünsün 2 vurulsun z kubu. Sonra bayaqki misallarda dediyim kimi 1 bölü z əmsalını axtarırsan. 1 bölü z əmsalı nədirsə sənin cavabın odur. Burada 1-dir. Burada da oldu -1. Aydındır yoxsa yox? Sonra 79 var. 79 adi bayaq, yəni indiyənə kimi hesabladığımız misalların eynisidir, hətta eynisidir. Yəni bildiyiniz bu misalı hesablamısınız. Sadəcə burada bir nöqtəsində, bir də -1 nöqtəsindəki çıxığını istəyir. Amma bunun zaten bir nöqtəsində olan çıxığını tapmışdıq. Ayrı-ayrılıqda sadə polüsünü da, 2 qat polüsünü də hesablayırsınız. Yəni -1 olanda 2 qat polüs olur. 1 olanda sadə polüs olur. Burada çaşdırıcı heç nə yoxdur. Bu qədər uzun görünməyini də aldanmayın. Ümumi düsturunuz nə idi? Reslə bağlı olan düsturdur. Budur. Limit z yaxınlaşanda z 0-a, 1 bölünsün n -1 faktorial, nə bilim bu. İndi bir nöqtəsində hesablayanda m-in yerinə 1 qoyub hesablayırsınız. Cavabınız 4də 1 tapırsınız. Yəni bu düsturun yerinə qoyursunuz, hesablayırsınız. Səysəndə göstərin ki, z0 bərabər 0.fz funksiyasının ciddi məxsusi nöqtəsidir. Bu mövzuda uşaqlar, hansı mövzu idi bir dəqiqə? Mühazirədə bir dənə xatırlayım. İzolə edilmiş və aradan qaldırılmış ciddi məxsusi nöqtə belə bir mövzu idi, mühazirə idi. Orada yazılıbdı. Yəni istəsəz oradan baxarsınız. Əgər funksiyanızın limiti yoxdursa, o aradan limiti hər hansı bir ədədə bərabərdirsə, o aradan qaldırıla bilən nöqtə idi. Nə bilim, nəyi varsa polüs idi, nəyi var idisə ciddi məxsusi nöqtə idi. Bu o mövzudur. Burada indi funksiyanın ciddi məxsusi nöqtə olması üçün həllinin elə bir cavabın bu şəkildə olmağı lazımdır ki, hər iki oxa yaxınlaşanda, yəni x oxuna da, y oxuna da yaxınlaşanda o müxtəlif cavablar alsın. Yəni ümumiyyətlə elə bil ki, elə bir hala gəlir ki, onun cavabı çıxmır da konkret. Budur. Burada da fikir verin, o x-ə yaxınlaşanda müsbət sonsuzluqdur cavabı. Amma xəyali oxa yaxınlaşanda 0-dır. Yəni 2 dənə cavabı var da, konkret cavabı yoxdur. Ona görə bu ciddi məxsusi nöqtə olur. Aydındır. Ya əzbərləyə də bilərsiniz, amma yəni ki, dediyim kimi mühazirədə var bu. Özü orada müəllim deyir. Əgər limiti hər hansı bir ədədlə bərabərdirsə, o aradan qaldırılan bilən nöqtədir. Limiti yoxdursa, səhv eləmirəmsə, məxsusidir. Nə? Yox, bir dənə bu ciddi məxsusi nöqtəyə aid olan, bir dənə bu il. Sonra Xahiş bir də ki, sən bu 80-cı suala etdin, baxdın. Bunun qrupu Bəli. tam atmısan şəklin. bəli. Burasını atdım. O sizə birinci qız Hümmətin atdığı PDF-dən atmışdım. Gördüm düz yazıbdı, amma müəllim öz dəftərə bunu yazdırıbdı. Ona görə bunu yazarsınız.
Yaxşı, mən tapamıyorum. Olsun. İşarə eləyərəm. 81 də bayaqki kimi baxın mənfi sonsuzluqdan müsbət sonsuzluğa inteqralını görən kimi x-ləri z-lərlə əvəz eləyirsiniz. Sonra məxrəcinizə baxırsınız. Məxrəciniz kvadrat müxtəsər vurma düsturudur. Müxtəsər vurma düsturunu sadələşdirirsiniz. Olur i-1, i+1. Bax, x-ləri z-lərlə əvəz eləyirsiniz bu tip misallarda. Sonra məxrəcinizi müxtəsər vurma düsturu şəklində göstərirsiniz. Sonradakı heç nə. Bir dənə poliusunuz i-1 olur, bir dənə poliusunuz i+1 olur. Adi qaydada birinci i-1'in poliusunu hesablayırsınız, sonra i+1'in poliusunu hesablayırsınız və axırda 2pi-yə vurursunuz. Buna aid sualınız var? Bunlar qeyri-məxsusi inteqrallar olduğu üçün qeyri-məxsusi inteqrallarda kompleks analiz anlayışımız var olduğu üçün z-lə əvəzləyib kompleks şəklə gətiririk sanki. Yəni belə bir şeydir. Mövzunu mühazirəni daha dərindən öyrənəndə yəqin ki, daha dərindən bilərəm səbəbini. Baxıb yenə deyərəm sizə. Ayşə, sən də mühasirə bilmirsən? Bunlar axırıncı mühazirələrdir. Buraya çatmamışam hələ. Oyda. 82-də də ki, heç nə. Düzdür. Yarım müstəvi gördünüzsə, yəni belə eləyin, amma yarım müstəvidən də çox baxın, inteqralınız mənfi sonsuzluq, müsbət sonsuzluqdursa, x-ləri z-lərlə əvəzləyirsiniz, hesablayırsınız. Trigonometrik şəkil ən rahatıdır. Kompleks ədədin modul arqumenti məncə hamınıza aydındır. Yenə 86 bu şəkildə modul arqumentdir. 89 yenə şeydir. Sıfırlarını tapırsınız, sonra 2pi ilə hesablayırsınız. 91 yenə trigonometriyadır. Üstündə durmuram uşaqlar, amma sualınız varsa verin, yəni. Bu 92, 93, 94. Səksən altı, 87, 41 ilə eynidir. 88, 39 ilə eynidir. Keçdim 89-a. 90, 68 ilə eynidir. 91-ə keçdim. Sonra heç nə, canına sağlıq. 92, 93, 55 ilə eynidir. 94. 94 dənə sual deyil onda, hə? Ümumiyyətlə eynidir. Vaydan. Ayda. Bunların gəlində öyrənin. 94-də yəni ki, yadınızda saxlayın, kompleks ədədin açılışı x plus y şəklində olduğundan kəsr formasında siz heç bir kompleks ədədin modul və arqumentini tapa bilmərsiniz. Ona görə kəsri qoşmasına vurursunuz. Yəni 1 plus i-yə vurursunuz. Sonra onu bu şəklə gətirəndən sonra, yəni sadə belə qarşılıqlı, nə bilim, buna necə deyirsiniz, kəsirsiz formaya salandan sonra arqument və modulunu tapırsınız. Nəsə sualınız var bu misallardan? Vallahi işlədik də çıxacaq məncə. Öyle hadi al. Narahat edəmərsiniz inşallah, inşallah. Gecə saat 1-də zəng edəcəksən, tələsmə. Yuxu Allah işirim zehin var. açıqlığı versin, rahatdır sonuncular. Bəziləri əzbərdir. Çox sağ ol Ayşə. Bir-iki xüsusi şeyə nəzər yetirsəz, asafidir. Heç nə yox, bir dənə arqumentlə Oldu. falan düşsün. En azından bilək ki, bir dənə sualımız garanti. Amin. Amin. Yaxşı olacaq inşallah. Allah ballarım sağ olsun. Ayşə. İspat düşməsin başqası. Çox sağ ol. Gecəniz Ha, xeyir. düz, İbrahim düz ispat. Eyşən. İspat düşsün. Şeyimiz öyle. Eyşən çıxdı. Hadi al da. Eyşən yoxdur ki. Onu bence ispat eləmiş. Davay durun çıxın.
Sinifdən bağlayıram. Daha Sinifi da bağlayıram. görüşürüz. Sağ olun. Allah'a emanet. Hamı